Salam, əziz və dəyərli Çağdaş Təhsil izləyicilərimiz, hər birinizi xoş gördük. Əziz şagirdlərimiz və müəllimlərimiz. Bugün sizlərə Azərbaycanın çox gözəl rayonlarından, qonaqpərvər rayonlarından biri olan Sabirabad rayonunun Çölbeşləri kəndinin qabaqcıl nümunəvi şagirdlərini təqdim edirik. Adınız, soyadınız necədir? Əlizadə Yusuf Nizamov. Hansı məktəbdə, neçənci sinifdə oxuyursan? Sabirabad rayon Çölbeşləri kəndində. Tam orta məktəbin? Tam orta məktəbin 11-ci sinif şagirdi. Bəs de görüm, ibtidai sinif müəllimən kim olub? Leyla müəllim. Buradan Leyla müəlliməyə öz adımızdan dərin təşəkkürümüzü bildiririk ki, ən çətin peşənin sahibi olub, ibtidai sinif müəllimi ilk qələm tutmağı, ana sözünü, ata sözünü, vətən sözünü sizlərə öyrədib. Bəs indiki sinif rəhbəriniz kimdir? Xanım müəllim. İndiki sinif rəhbərinizə də öz adımızdan dərin təşəkkürümüzü bildiririk. Bəs atanın adı, soyadı nədir? Nə işləyir? Hansı işdədir? Əliyev Nizam Niyazoğlu. Fəhlədir. Atana da öz adımızdan dərin təşəkkürümüzü bildiririk ki, istidə, soyuqda, qarda, buzda, əlinin əziyyəti ilə, zəhməti ilə, əllərinin qabarı ilə əziyyət çəkib sizi böyüdüb, oxumağınız üçün əlindən gələni edir. Bəs ananın adı, soyadı nədir? Əliyeva Gülanə. Ana harada işləyir? Evdar qadın işləmir. Anana da öz adımızdan dərin təşəkkürümüzü bildiririk ki, evdar qadın olub, ev işləri ilə bərabər sizin yeməyiniz, geyiminizlə məşğul olur və eyni zamanda təhsil və tərbiyənizlə məşğul olur. Bəs qızım, sənin adın, soyadın nədir? Əlizadə Gülan Nizamov. Hansı məktəbdə, neçənci sinifdə oxuyursan? Sabirabad rayon Çölbeşləri kəndi tam orta məktəbi 9-cu sinif şagirdi. Ən çox sevdiyin fənlər, ən çox sevdiyin müəllimələr hansılardır? Ən çox sevdiyim fən Azərbaycandadır. Müəllimələrdəki İlahə müəllimə Nərmin müəllim. Biz də Çağdaş Təhsil komandası olaraq sənin İlahə müəllimənlə Nərmin müəllimənə öz adımızdan dərin təşəkkürümüzü bildiririk ki, özünü sənə sevdirməklə bərabər fənini də sənə sevdirə bilib. Bəs de görüm, gələcəkdə hansı peşənin sahibi olmaq istəyirsən? Gözəl lisanını seçmişəm. İnşallah. Uğurların bol olsun. İnşallah sənin gözəllik salonunda gözəl fəaliyyətlərini çəkə işıqlandıraq. Bəs de görüm, gələcəkdə bizim bu çəkilişləri izləyəcək olan şagirdlərə, sizin kimi tələbələrə nə arzu eləyərdiniz, nə məsləhət görərdiniz, tövsiyəniz nə olardı? Yəni bir şagird kimi. Allah zihndən nasıl eləsə, yolları nasıl eləsə. Oxusunlar, bir peşə sahibi olsunlar, vətənə xeyirli övlad olsunlar və biz də Çağdaş Təhsil komandası olaraq sizlərə onu arzu edirik ki, hər zaman hansı peşədə olursunuz olun, istənilən peşənin sahibi olduğunuz peşəni vicdanla irəli sürün və Azərbaycanın bayrağını hər zaman yüksəklərdə dalğalandırın. Biz də sizlərin uğurlarınızı, nailiyyətlərinizi çəkək, işıqlandıraq, tarixə salaq. Çağdaş Təhsil komandası olaraq sizlərə uğur arzu edirik. Sağ olun, təşəkkür edirəm.